Salamlar hər kəsə. Bu gün biz dərsimizə qaldığımız yerdən davam edirik. Keçən dərsimizdə stringlər üzərində əməliyyatlara baxmışdıq. Bugünkü mövzumuz isə bool data tipi haqqında olacaq, boolean haqqında. Yəni çox böyük bir mövzu deyil. Ə, Yəni qısa bir formada sizlərə çatdırmağa çalışacağam. İlk növbədə əvvəlki kodlarımızı təmizləyək. Ə, Gəlin indi başlayaq biz boolean tipi nə idi yadımıza salmağa. Ümumiyyətlə data tipləri öyrənən zaman biz qeyd eləmişdik ki, bool data tipi məntiqi bir data tipdir. Burada bizim bu data tipimizin iki cür dəyəri var. False və true olaraq iki cür dəyərimiz var. False və true. Yəni əgər nəticəmiz düzgündürsə, belə deyək, doğru bir nəticədirsə, nəticəmiz true olaraq qayıdacaq. Yox, yanlış bir əməliyyat varsa, bu zaman false dəyərini qaytarmış olacağıq. Yəni belə deyək, real layihələrdə istifadə olunan bir data tipdir. Yəni true və ya false dəyərlərin qayıtması və s. Gəlin vaxt itirmədən bunun kod hissəsinə baxaq. Biz bilirik ki, ilk növbədə data tipimizi təyin edib, daha sonra dəyişən təyin etməliyik. Məsələn, bool tipindən tutaq ki, təyin etmək istəyirik is it true, is it true deyək, tutaq ki, və nəticəmiz true olaraq versin. Və eyni qaydada bool tipindən is it false deyirik və nəticəmiz false olaraq qayıdacaq. Və ekranda console write line yazıb, is it true və is it false nəticələrimizi ekrana qaytaraq. Baxaq görək nəticəmiz nə qayıdacaq. Burada sadəcə bir dəyişənə dəyər təyin etmə işlərini gördük. Is it true, true olduğu üçün burada nəticəmiz true olaraq qayıtdı ilk növbədə. Is it false, false olduğu üçün, is it false-u ikinci verdiyimiz üçün nəticəmiz false olaraq ekrana qayıtmış oldu. Həmçinin belə yaza bilərik. Tutaq ki, nümunələr düşünməyə çalışıram. Tutaq ki, bizim bir dəyərimiz var. Belə deyək, məntiqi ifadələr yaza bilərik. Bool tipindən A-nın dəyəri olsun 5, B-nin dəyəri də olsun 6. Bool tipindən yox, int tipindən təbii ki, booldan danışırıq deyə beynimdə bool olaraq qalıb. Int tipindən təbii ki, rəqəmlər olduğu üçün biz int tipindən istifadə edəcəyik. Bool məntiqi bir data tipdir. A-nın dəyərini və B-nin dəyərini verdik və biz nəticəmizi burada qaytara bilərik. A tutaq ki, böyükdür 5-dən, A-nın B-dən böyük olub olmadığını yoxlayacaq. Əgər A-nın dəyəri B-nin dəyərindən böyükdürsə, nəticəmiz doğru qayıdacaq. Yəni true. Yox, A-nın dəyəri B-nin dəyərindən balacadırsa, amma biz burada böyük olmasını demişik, A B-dən böyükdür. Bu zaman bu ifadəmizi ödəmədiyimiz üçün nəticə false qayıdacaq ki, bizim nəticəmiz burada nə qayıdacaq? Təbii ki, false qayıdacaq. Çünki A 5-dir, B 6-dır. 5 6-dan böyük deyil və bunun nəticəsi, daha doğrusu false olaraq qayıtmalıdır və yenə də nəticəmizə baxaq. Aha, nəticəmiz false olaraq qayıtdı. Həmçinin biz burada da yaza bilərik bu ifadələri. Tutaq ki, burada bir dəyişən təyin elədik. Həmin dəyişənlər arasında məntiqə ifadə yazdıq. Birbaşa rəqəmlər arasında da bunu edə bilərik. 5 böyükdür 6 dedikdə bizə nəticənin false olduğunu qaytarır ki, yəni 5 6-dan böyük deyil. Və yaxud da başqa bir rəqəmlər götürək. Tutaq ki, biri olsun 100, biri də olsun 500. Nəticəmiz 100 500-dən böyükdürmü? Təbii ki, böyük deyil. Buna görə false olaraq nəticəmiz qayıdacaq. Eyni qaydada tərsinə yazası olsaq, 100 kiçikdir 500. Bu nəticəmiz nə olacaq? True olacaq. Yəni 100 500-dən kiçikdir. Bu cür nəticələrimizi də ekrana çıxarda bilərik. Həmçinin belə bir nəticə yaza bilərik. İndi bu A və B dəyişənləri üzərindən gedək. A bərabərdir 5. 5 deyirəm, özür dilərim. B. A B-yə bərabərdir deyirik. Baxırıq A B-yə bərabərdirmi? Deyil və nəticəmiz nə olacaq? False olaraq qayıdacaq. Yəni bu yoxlayır bir cür 2 dənə bərabərlik. Bərabərdirsə
true, deyilsə false olaraq nəticəmizi qaytarır ki, bərabər deyil və false olaraq qayıtdı. Yəni bərabər nəticələr yazaq. Buna da 6 yazaq və nəticəmizin true olduğunu ekranda görək. Bəli, nəticəmiz true olaraq qayıtdı. Həmçinin, yəni bayaq da qeyd elədiyimiz kimi mötərizə daxilində də bunu verə bilərik. Məsələn, 100 bərabərdir 100 deyə qeyd etsək, nəticəmiz true olaraq qayıdar. Baxaq. Aha, nəticəmiz true olaraq qayıtmış oldu. Həmçinin biz necə yaza bilərik? Tutaq ki, bir dənə dəyişəndən yazaq. Dəyişənimiz olsun, bunu da silək. Dəyişənimiz olsun stringdən name, tutaq ki, lalə yazaq. Lalə və bir yoxlama əməliyyatı aparaq da, yəni. Tutaq ki, burada da yazaq. Name laləyə bərabərdir. Name bərabərdirmi lalə? Hətta bunu buradan kopyalayaq. Name bərabərdir lalə deyə bir yoxlama eləyək. Baxacaq ki, name laləyə bərabərdirmi? Bərabər isə nəticəmiz true olaraq qayıdacaq və lalə olduğu üçün adı true olaraq qayıtdı. Məsələn, lalə deyil də Leyla yazası olsaq, Leyla. Baxaq. Nəticə false olaraq qayıtdı. Çünki Leyla dəyəri lalə dəyərinə bərabər deyil. Həmçinin real həyatdan olan bir neçə dənə nümunə yaza bilərik. Real layihələrdə ola biləcək kod hissələr ola bilər, kod blokları ola bilər. Tutaq ki, buraları təmizləyək ümumiyyətlə. Tutaq ki, bizdə deyirlər ki, köynəyi qırmızı olanlar A komandasına daxil olacaq. Köynəyi yaşıl olanlar isə B komandasına daxil olacaq. Burada qeyd edək bir daha. Qırmızı olanlar A, yaşıl olanlar da B komandasına daxil olmalıdır. Və biz belə bir yoxlama eləyək. Sadəcə A üçün hələ ki yoxlama eləyək. Tutaq ki, biz A komandasını yoxlayan insanlarıq və bizə qırmızı köynəyi olan şəxslər müraciət etməlidir. Belə yazaq. Əvvəlcə belə eləyək. Stringdən bir dəyişən təyin eləyək. My color deyək. Deyək ki, reddir bizim colorumuz. Console write line-da yoxlayaq. My color qırmızıya bərabərdirmi? Bərabərdirsə, bunu A komandasına daxil eləyək. Yəni, true qayıtsın. Baxaq görək. Baxın, my color reddir və red olanları biz qəbul edirik. Truedur, yəni düzgün nəticədir. Həmçinin başqa bir nəticə də yoxlaya bilərik. My color belə eləyə bilər, yəni ki, həm A-nı yoxlasın, həm B-ni yoxlasın. Əgər hər ikisi də düzgündürsə, bizə red olaraq qaytarmış olsun. Tutaq ki, köynəyi A olsun, daha doğrusu qırmızı olsun. Lakin papağı yaşıl olanlar tutaq ki, cap olan deyək. Video ortada dayandığı üçün birisi kəsilmiş ola bilər yəni. Koftanın rəngini, yəni bunu dəyişənini belə yazaq. My t-shirt color red olsun. My cap color deyək. Stringdən bir dənə dəyişən təyin edək. My cap color deyək ki, bu daha fərqli olsun. Blue olsun. Blue. Aha. Və 2 dənə yoxlama eləyəcək. Təbii ki, bunu my color deyə bir dəyişən olmadığı üçün artıq onu tanımayacaq. Bunu dəyişək, bunun adını verək. Nəsə bir yanlışlıq etdik. My t-shirt color deyək. Red olsun. Həmçinin ikinci bir yoxlama nəzərində and operatoru qoyuram. Yəni köynəyi qırmızı, papağı yaşıl rəng olanları biz qəbul eləyəcəyik. My t-shirt color red. My cap coloru olmalıdır. Nə olmalıdır? Yaşıl olmalıdır. Green deyək. Amma biz burada qeyd eləmişik ki, blue'dur. Baxaq görək nəticəmiz nə qayıdacaq. Nəticəmiz false olaraq qayıtdı. Nəyə görə? Çünki biz and operatorundan istifadə eləmişik. And operatorda daha belə deyək, sərt bir operatordur. Yəni hər iki məntiqi ifadəni də true olmalıdır ki, bizdə nəticə true olsun. Yəni bir dənə false belə bizim nəticəmizin false qayıtmasına səbəb olur.
Yəni my t-shirt color red bu ödəyir şərti. Amma green olma şərtini ödəmədiyi üçün, blue olduğu üçün, artıq içində bir dənə də olsa false olduğu üçün nəticəmiz false olaraq qayıtdı. Yəni blue deyil də indi green olaraq yazsaq, hər ikisi true nəticədir. Yəni t-shirt colorımız reddir, cap colorımız greendir. Nəticəmizi ekrana göstərək. Və hər iki nəticə true olduğu üçün, yəni bütün ifadələr true olduğu üçün nəticəmiz true olaraq qayıtdı. Yəni and operatoru bu cürdür. Yox, əgər biz bunu yenə dəyişək, blue qoyaq və or operatorundan istifadə eləyək. Yəni heç olmasa biri ödənsin deyirik də. Yəni ya belə deyək, koftasının rəngi qırmızı olmalıdır ya da və ya papağının rəngi yaşıl olmalıdır, şərtini qoyduq. Yəni ikisi ödənsə də olar, ikisindən biri ödənsə də olar, amma heç biri ödənməsə nəticə false olacaq. Yəni belə bir daha təkrarlayaq. Hər ikisi true olsa da true qayıdacaq, yəni düzgündür. İkisindən biri false olsa, amma biri true olsa, o zaman nəticə yenə true qayıdacaq, çünki və ya demişik, yəni ikisindən biri ödənməlidir. Yox, hər ikisi false olarsa, bu zaman nəticəmiz false olacaq. Çünki heç bir şərt ödənmədi. Burada ən az bir dənə şərt ödənməlidir. Burada baxırıq ki, red olub düzgündür. Bu isə blue-dur. Burada isə green istəmişik. Nəticə true qayıdacaq. Çünki şərtlərimizdən biri ödənmiş oldu. Yəni belə deyək, heç buna baxmaya da bilər. Buna redə baxır ki, bir şərt ödəndi. Baxır ki, həqiqətən də reddir rəngimiz. Avtomatik true qaytarır. Heç bu tərəfə baxmır. Buranı məsələn green qoyaq. Yəni yenə nəticəm buranın rəngini dəyişək. Məsələn, bura red olmasın. Olsun black deyək. Qara rəngi olsun. Bu zaman nəticəmizə baxaq. İlk şərtimizə baxır. My t-shirt color red olmasını istəmişik, amma blackdir. Burada false oldu. Tamam, o birisini yoxlayaq o zaman deyir. Gedir cap color-a baxır. Green istəmişik və biz də green göndərmişik. Nəticəmiz düz olduğu üçün, ən az bir dənə true olduğu üçün nəticəmiz true qayıtmış oldu. Yəni indi hər ikisini false edək. Məsələn, bu red, bu da green yox, blue olsun. Yəni tələb edirik ki, cap color blue olsun, t-shirt color da red olsun. Amma biz black və green göndərmişik. Heç birini uyğun göndərmədiyimiz üçün, heç bir dənə də olsun true olmadığı üçün nəticəmiz false olaraq qayıdır. Yəni və ya daha yumşaq bir operatordur. Yəni içindən bir dənə şərti götürür, düz olsa. Amma and operatoru daha ciddi operatordur. Yəni hər iki şərtin doğruluğunu yoxlayır. Bir dənə də nümunə yaza bilərik. Məsələn, bir dənə də nümunə yazaq. Tutaq ki, bizə real həyatdan avtobus nümunəsi. Avtobusda bilirik ki, 5 yaşı və 5 yaşdan aşağı olanlara ödəniş ödənilmir. Amma 5 yaşdan yuxarı, yəni artıq 6 yaşdan olan insanlara, uşaqlara ödəniş ödənməlidir və biz də belə yazaq. Console right line-da deyək ki, yaş olmalıdır 5-dən 6-dan böyük və bərabər. Əvvəlcə bir integerdən my age deyə bir dəyişən təyin edək və deyək ki, yaşımız tutaq ki, 5-dir. Və bizim də bilirik ki, ödəniş üçün yaşımız 6 və 6-dan böyük olmalıdır, bu olmalıdır. Əgər bu şərti ödəyiriksə, ödəniş ödəməliyik, true. Yəni ödəniş ödəyirikmi bir sorğusudur. Hətta belə yaza bilərik, daha aydın olsun deyə. Bu tipindən bir dəyişən təyin edək. Necə yazaq? Məsələn, ödəniş etməliyikmi deyə bir dəyişən təyin eləyək. Və bunu şərtini qoyaq. My age böyükdür, bərabərdir 6. İndi baxaq. Buradan da ödəniş etməliyikmi nəticəsini qaytaraq. Aha. İndi baxaq. Əgər nəticəmiz ödəniş etməliyiksə, true qayıdacaq. Çünki yaşımız 6-dan böyük olmalıdır. Əgər yox, ödəniş etməməliyiksə, false qayıdacaq nəticəmiz. İndi baxaq. Yaşımız 5 olduğu üçün, 5 də 6-dan böyük olmadığı üçün ödəniş etməməliyik. False qaytardıq. Yaşımızı məsələn 25 edək və nəticəmizi qaytaraq. Ödəniş etməliyikmi? Bəli, etməliyik. Nəticəmiz true-dur. Yəni bir nümunə də bu cür. Ümid edirəm bu nümunələr üzərindən, praktikalar üzərindən sizə bu data tip üzərindən olan əməliyyatları aydın şəkildə çatdıra bilmişəm.
Hər kəs üçün ümid edirəm ki, aydın edici bir izah olmuşdur. Şərhlərdə öz fikirlərinizi paylaşmağı unutmayın. Və abunə olub like atmağı da unutmayın ki, həm də mənim üçün motivasiya olsun sizlərə bu dərsləri davam etməkdə. Hər birinizə uğurlar diləyirəm. İzlədiyiniz üçün təşəkkürlər.